Rəhmət eləsin. Məkanlar cənnət olsun. Ruhları şad olsun. Həqiqətən də inanın ki, bizim Qılman qardaşımızla bir yerdə düşər qardaşlarımızın hər biri qəhrəman oldular. Hər biri qəhrəman döyüşçüydü. Bu oğullar 2-ci Kəlbəcər əməliyyatı, Meydançay əməliyyatı, Qızılqaya əməliyyatı, Bağır dağının əməliyyatını, Buzduq əməliyyatını uğurla döyüşüb başa çatdıran döyüşçülər oldu. Bugünə kimi də bax, oğullar geri çəkilmədən öz postlarındaydı cəsədləri, öz postlarında gözləyirdilər. Bu oğulların axtarışında bizlə bərabər olan başda İbad qardaşımıza təşəkkür edirəm. Bizlərlə bərabər axtarışda olan qardaşlarımıza təşəkkür edirəm. Burada bizim şəhid otaq var, Çingiz qardaşım bizlə bərabər axtarışda oldu. Sərxan qardaşımız axtarışda oldu, Məhəmməd qardaşımız axtarışda oldu. Əli qardaşım, Camal Canbağışov. Yəni, ola bilər ki, adını çəkə bilmirəmsə, demirəmsə, bu ilə komandanın gərək yətədir. Yəni, inanın ki, bunları orada qarış-qarış, addım-addım axtarış, bu qəhrəmanlar tapılsın, ailə üzvlərinə təhvil edilir. Amma bu oğulların hamısı bu oğullar neçə canları qorunlar, neçə dənə canların bugün yaşamasının səbəbkarı oldular, bax bu qəhrəman oldular. Və bu günə kimi də həmən o postda gözlədilər. Ailə üzvlərinə bizim Fəxri qardaşımız da, bizim Qılman qardaşımızla bir yerdə bizlərlə görüşürük, qəhrəmanlıq göstərir. Amma çox evlər olsun ki, mən buradan çağırış edeyim ki, 701 hərbi hissənin bugünkü yüksək olan vəzifəli, məsələn, polkovniklərimiz, bu qəhrəmanların qiymətinin verilməsi üçün onlar çalışmalıdır. Düzdür, çoxları ehtiyatdadılar, çoxları yaşdaşıblar. Amma ona baxmayaraq bu qəhrəmanların haqqını düzgün qiymət versinlər və deysinlər. Mən sizin nəzərinizdə bir şey çatdırım ki, Qızılqaya əməliyyatında bizdə Siveretini post yaranır. O Siveretini postda düşmənlə, yəni bizim postumuzun arasında olur. Bu həmən Siveretini. Bu Siveretini postda bizim 23 qəhrəmanımızdır. Bu postda onu yaradıblar ki, ola bilər ki, düşmən gələr özü. Məsələn, fevral ayı, yəni özümüz bilirsiniz ki, burayı yox, Kəlbəcər nə vəziyyətdə var, Metin yarım varın içindən uşaqlar deyirlər. Siveretini postda palatka olmuyor. Palatka olmadan o postda deyirlər, o postu niyə yaradıblar Siveretini? Bizim özümüzün postumuzda, bizim Qırqadadan təhkim olunan İntiqam müəllim, Taborun komandiri Tariyel və bizim Taborun Ləkəli ştabı Rabik. Orada olub və bizim əskərlərimizlə bir yerdə. Qarşıda olan düşmənin postundan qarşı-qarşıya. Yəni palatkada onlar postda, orada bir amma Siveretin postu yaradıblar ki, mən niyə geniş açıqlama verirəm? Ki, bunu hər kəs bilsin. Bu Siveretin postu yaradıblar ki, ola bilər ki, düşmən gələr, bunları mühasirəyə alar və bütün heyəti götürər və Murov yolunu kəssə, bütün 701 hərbisi mühasirəyə düşür. Bu belə də olur. Siveretin post öz postunda olub, heç bir palatka olmayıb orada. İnanın, günlərlə, həftələrlə o postda bizim əskərlərimiz palatkasız dayanıblar. Yəni, fevral ayı. Elə də olur. Düşmən gəlir, bizim həmən o Siveretin postu olan 23 əskərlərimizlə qarşılaşır. Bizim 23 əskərimiz son qanlarına kimi döyüşüblər və kömək də çağırıblar, kömək də istəyiblər. Əsas oradakı bizim komandanın üstünlük verib ki, əgər biz də burada düşmənə şeylədik, düşmən buranı mühasirəyə salacaq, buranı götürəcək, 701 hərbi hissənin heyəti mühasirəyə düşəcək. Yəni biri var 23 nəfər, biri var minlərlə adam, 500-lərlə, 100-lərlə qəhrəman olurlar. Ola bilər ki, oradakı olan bizim o komandirlər düzgün qərar verib. Bəlkə də düzgün qərar veriblər, onu bir Allah bilir ki, bütün heyət sağ-salama çıxsın. Bəli, bu oldu.
Allah canınızı sağ eləsin. Ben niye bugüne kimi demirdiniz ki o kahramanlar orada döyüştü, orada kaldı? Niye demirdiniz? İbat dedi o yerler təyin edene kimi. Ona göre ki bugüne kimi değilmiyor. Ama bugün çok heyifler olsun ki bu kahramanların hakkında danışmıyorlar. Danışmırlar ki o kahraman oğullar son qanlarına kimi döyüşdülər. Son qanlarına kimi canlarını fəda elədilər. Vətən üçün, torpaq üçün, millət üçün və 701 hərbi hissənin heyətinin sağ-salamat çıxması üçün bunlar canını fəda elədilər. O polkovniklər görən, oradakı mayorlar, oradakı o zabitlər utanmırlar, xəcalət çəkmirlər ki, bunların qəhrəmanını demirlər bari. Mən yəni, bax, bu həmən orada olan zabitləri, o əmrləri verən insanları, bax, komandirimlə bir yerdə, mən öz döyüş yoldaşlarla bir yerdə çağırış eləyirəm. Gəlsinlər dərmi stol arxasında oturaq, gəlsinlər canlı verilişə çıxarın. Xalqımız da bu qəhrəmanları tanısınlar. Bizim güclü devlətimiz var, güclü ali baş komandanımız var, güclü ordumuz var. Hələ bilmək olmaz ki, sabah bizim xalqımıza qarşı müharibə olacaq, yoxsa yox. Amma biz o Qızılqayada qalan və Bağırı dağında qalan, Buzluq dağında qalan o qəhrəmanların haqqında danışmalıyıq ki, bizim gələcək gənclərimiz Fəxri kimi, Rəşadət kimi, Ələddin kimi, Eldar kimi, Mehman kimi, ondan sonra İsmail kimi, Fəna kimi, Fariz kimi, orada qalan qəhrəmanlar kimi qəhrəmanlar yetişsin. Qəhrəmanlar yetişsin ki, həm xalqını qorusun, həm ordusunu qorusun, həm vətənini, həm millətini. Bu oğullar kimi. Bu oğulların nə qədər ki biz qəhrəmanlığını danışmayacaqsa, o yataq ölümü var, orada o vicdan əzabı bizi yaxalayacaq. Biz peşman olacağıq ki, ən azından o qəhrəmanlığını demədik. Bu qəhrəmanların adı altında yaxalarına medal vururlar, utanmaz, qəhrəmanlıqdan danışırlar. Ondan sonra bugün adlarına mahnı yazdırmaq istəyirlər. Daha da qəhrəmanlıq göstərmək, nətər deyim, səhnəsi yaratmaq istəyirlər. Qəhrəmanlıq səhnəsi bunlardır, bunların yanında olubdur. Bunların yanında olan, hər biri olan qəhrəmandır. Buradakı oğulların dizlərinin qabığı qalıb dağlarda. Bax, buradan bugün gəlib öz qəhrəman şəhədini, itkin şəhədini ziyarət eyləyən, məzarın üstündə dayanan oğlun, hər biri qəhrəman oğlandır. Bu deyənə, şəhəd atası. Bizlərlə bərabər itkin şəhidlərdə bəli, itkin şəhidlərimizi axtardı. Və Laçın, Kəlbəcər, Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərildi. Hələ bugünə kimi də haqqını ala bilməyib. Buradakı olanların heç biri haqqını ala bilməyib. Onlar haqdan ötürü getməmişdir, onlar medaldan ötürü getməmişdir, onlar veteranlıqdan ötürü getməmişdilər. Onlar, bax bu onlar vətənin müdafiəsinə getmişdilər. Heç bugün onların təpələrinə dəysin, verməsinlər. Amma bu qəhrəmanların danışsınlar. 32 ildir cəsədləri orada qaldı, atan-ananın gözləri yolda qaldı. Amma sizlər oradan sağ-salamat çıxdınız, o əmri verənlər. Gəldiniz, oğul oxutdunuz, oğullarınızı vəzifəyə qoydunuz, villalar yaratdınız, maşınlar aldınız. Bugün başqa arzularla yaşayırsınız, nəvələrinizi oxudursunuz. Allah hamısını xoşbaxt eləsin. Sizin də hər biriniz vətən uğrunda əziyyət çəkirsiniz. Əgər öz şərəfli tarixinizin qiymətini bilirsinizsə, qiymət vermək istəyirsinizsə, mən çağırış edirəm. Bu qəhrəmanların qəhrəmanını deyirsinlər. Biz bunlardan ötürü yaşayırıq, bunlar bizi yaşadıq, bugün bizi yaşadırlar, biz bunlardan ötürü yaşayırıq. Bizim də borcumuz odur ki, bunları tanıyaq və bunları tanıdaq. Əgər biz bunu eləmiriksə, bizi nə Allah, nə də ki, bu oğulların ruhu bizi bağışlamayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.